Bu dəfə sizlər üçün bir bazar günümüzü necə keçirdirik adlı vlog hazırlayacağım. Əlbəttə ki, evdə körpə uşaq varsa, hər kəsdən tez kim durur? Ana durur. Bilirəm ki, sizlər də beləsiniz analar. Səhər yeməyimi qəşəng hazırladım. Bu arada pomidoru özüm hazırlamışam. Şors bölməsində var videoları. Yayda hazırladığımız o yayda ölək ki, qışda yaşayaq devizi ilə hazırladığım pomidorlardır. Nəysə səhər yeməyini yedik. Burada da biraz yuyuşdur işləri gördüm və sonra bazar günləri bizdə Quran dinləmə saati olur. Yoldaşımla birlikdə oxuyur Qurani-Kərimi, mən onu dinləyirəm. Bu mənə çox böyük bir zövq verir. Daha sonra isə dedik ki, neyniyək? Gedək biraz Ayxan marketi gəzək. Həm bir alış-veriş etməliydik, həm də Ömər gəzər. Burada da oyuncu Ömər oynadı, gəzdi. Birinci onu deyim ki, biz birinci getdik 28 mola. Orada gəzdik. Oradan bir alış-veriş etdik yoldaşım üçün. Oradan sonra qaydanda Ayxan marketin üstündə orada əyləncə mərkəzi var. Ora gəldik. Bu hal-hazırda bax əyləncə mərkəzidir. Hansı ki, Ayxan marketin üzərindəki. Burada çox xoşum gəldi. Bir bölüm var idi. Bax belə taxta oyuncaqlardan ibarət olan. Hansı ki, Ömər çox bəyəndi, çox ona maraqlı gəldi. Ümumiyyətlə taxta oyuncaqları mən uşaq vaxtından çox sevirəm. Sanki onlara toxunanda belə oynamaq hissi gəlir də insana. Uşağa daha çox xoş oldu. Belə 2 dəfə ən baş dəyişmişik. Bütün uşaqlarda olduğu kimi düşünürəm. Sizin uşaqlarınız yəqin belədir. Belədirlərsə yorumlarda yazarsınız. Burada Ömər çörək tosterdan çıxardıb anasına yedizdirir və bir kusok da özü yeməyi unutmur əlbəttə ki. Və gördüyünüz kimi Ömər ilk dəfə idi ki, bu qədər yorulmuşdu və artıq böyüdükcə hərəkətləri də daha belə gülməli və maraqlı gəlir adıma. Oturmuşdu düz marketin bölümündəki. Mən çox yorulmuşdum, durmaq bilmirdim. Nəysə marketdən bizə belə bir oyuncaq da aldırdı. Nə vaxt əslində belə bir şey axtarırdım. Burada da bunu səhv düzmüşükmüş. Atamız gəldi və düzəltdi bizim üçün. Başa saldı ki, bunu belə düzmürlər. Bir-iki alış-veriş də etdim ev üçün. Size indi göstərirəm onu. Neçə vaxtdır ki, bir izləyicim demişdi ki, Ülviyə xanım dibek kahvesi alın, çox ləzzətlidir. Bunu indi prob eləyəcəm. Növbəti vlogda dadını sizə deyəcəm. Bal aldıq belə, dağ balı. Xurma almışam. Şokolad üstü olan xurma çox xoşumuza gəlir. Bu arada soyuducudan çıxanda lap dadlı olur. İçi biberli zeytun və Ayxan marketdən belə ucuz idi. Şam aldım ki, yeni günü özümüz üçün süfrədə belə bəzəyərik. Və belə şamlar 1.45-ə. 1 manat 45 qəpiyə 3 dənə belə bir şam götürdüm. Sonda isə onu da deyim ki, qəhvəni dəmlədim, amma dəmləyəndən sonra onu köpüklü halını çəkib sizə göstərməyi unutmuşam. Gözəl qəhvə məsləhətinə görə isə izləyicimə təşəkkür edirəm.